Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün sizinlə adi bir ev vloqu paylaşacağım. Gündəlik gördüyüm işlər barədə paylaşacağım. 3 gündür evdəyik. 13, 14 və 15-i, bugün ayın 15-idir. Sabah Allah qoysa işə çıxırıq. Yəni bu 3 günü evdə olmuşam qızlar. Bu 3 günün 2 gününü sərf elədim evə. Belə sərf elədim ki, ayın 13-ü evləri yığışdırdım və demək olar ki, dib bucaq yığışdırma etdim. Qapıları falan hamısını silmişəm, təmizləmişəm. Sonra bu kənar plintuslar var ya, onların hamısını təmizləmişəm. Yəni toz alma işim hətta o qədər uzun çəkdi ki, qızlar, artıq gördüm ki, yox, yorulmuşam. Tozsoranla plintusların üstünün tozunu, torpağını çəkdim, sonra sildim. Amma ortalığın silinmə işini buraxdım robot tozsorana. Robot tozsoranı təmizlədi. Ayın 14-cü günü isə ümumiyyətlə evdə qonağımız da var idi. Pal-paltar işini gördüm. Ancaq yumaq, sərmək, belə arada marketə getdik, yoldaşımla alış-veriş etdik. Bu günə istəyirəm, paltarlarım var, onları ütülüyüm. Qalan belə işim yoxdur. Yəni ev təmiz, paltarlar yolu, mehrini çimizdirmişəm, o da təmizdir. Uşaqların dərsi yox, əsas odur. Uşaqların dərsi yoxdur. Yəni ki, görüm, həvəsim olsa paltarları ütüləyəcəm. Bir də bu günlərim evdə peçenyelər var. Belə çox qalıblar qırılıb eləyib, belə bu formada peçenyelər var. Onlardan istəyirəm bir dənə yalançı tort hazırlayım. Bir də qızlar, bu belə bir aparatım var. Bunu çıxartmışam ki, zaryatkaya qoyum. Bu nədir? Bu üz təmizləmək üçündür. Burada zaryatka yeri var. Bunu o vaxtı Eltim İstanbuldan göndərmişdi mənə və yanında da bir dənə Neutrogena firmasınındır bu arada. Yanında da bir dənə Neutrogena'nın üz yuma geli var idi. Mən həmin dönəm Neutrogena'nın ancaq roz rəng üz yuma gelindən istifadə eləyirdim. Düşünün ki, mən onu istifadə etməyə başlayanda 7-8 manat idi. Tədricən qiyməti qalxdı. 18-19 manata dirəndi. Ondan sonra mən keçdim Qazelli firmasının üz yuma gelinə. Keçən vloqda da demişdim. Amma bu hələ ki istifadə eləyirəm. O qədər yaxşıdır qızlar. Deməli, bunu qoyuram, zaryatka yığır. Demək olar ki, 6 ay müddətində o zaryatkanı istifadə edirəm. İldə 2 dəfə, 3 dəfə maksimum dərəcədə, belə deyim də 2-3 dəfə, yəni zaryatkaya qoyuram. Çox sərfəli bir şeydir. Artıq bunu istifadə eləyəndən demək olar ki, disk pambıqdan istifadə etmirəm. Keçən vloqda da demişdim ki, makyajımı mən artıq misellar suyu ilə silmirəm. Yəni dolayısıyla disk pambığa da ehtiyac olmur. Düşünün ki, onu da alıram, böyük boyunu alıram. İstəsimiz lazım olur da bəzən evdə. Böyük boyunu alıram, məni 1 il müddətinə görür. Yəni ki, uzun şəkildə. Deməli, nə edirəm? İşdən gəlirəm, makyajımı elə birbaşa bunun vasitəsilə üz yuma geli ilə çıxardıram. Üz yuma gelindən tökürəm və burada düyməsi var, işə salma düyməsi. Bundan işə salıram. İndi zarytkası yoxdur deyə işləmir. Buradan isə dərəcələri var. Daha çox belə dərin təmizləmək istəyirsinizsə, buradan plus işarəsindən artırmaq olur. Buralar biraz incə belə başlıqlıdır. Bura isə belə biraz qalın, kobud başlıqlıdır. Birbaşa elə bununla üzümü təmizləyirəm qızlar. Çox sərfəlidir, çox yaxşıdır. Açığı bilmirəm, Bakıda satışı var yoxsa yox, amma yəni bu mənə İstanbuldan alınıbdı. Hə qızlar, bir də sizə nələri göstərim. Deməli, mən keçən həftə kitab alış-verişi etmişəm. Yadınızdadırsa, vloqların birində vurğulamışdım. Hələ yanvar ayı idi, dekabr ayı idi, belə, yəni qış vaxtları idi. Vloqların birində vurğulamışdım ki, çalışacağam ki, bütün oxumadığım kitabları oxuyum və ən sonda özümə bir kitab alış-verişi eləyim. Düzdür, nəzərimdə tutduğum kimi kitab alış-verişi olmadı. Deməli, keçən vloqda da demişdim ki, Əli və Nino mağazalarında iyunun 6-sından 16-sına qədər endirimlər başlayıb, 90% endirimlər başlayıb və yalnız Koroğlu filialında olan mağazaya aiddir. Deməli, ora getdim, iş çıxışı vaxtına düşmüşdüm deyə. Adam o qədər çox idi ki, yəni bir şeyə yaxın durmaq olmurdu, rahat, yaxşı seçimlər etmək olmurdu. Amma yenə də əlimdən gəldiyi qədərilə seçimlərimi etməyə çalışdım qızlar. Yəni sabah endirimin sonuncu günüdür. Yəni nisbətən də olsa yararlandım. Deməli, neçə dənə kitab almışam? 1, 2, 3, 4, 5, 6. 6 dənə kitab almışam. Bu 6 kitabın ümumilikdə hər birinə də belə hamısı bir yerdə 13 manat, səhv eləmirəmsə, 90 qəpik pul verdim. Düzdür, belə nazik kitablardır. Çox da iri həcmli kitablar deyil. Ən naziyi budur. Sonra belə bir kitab aldım. Sonra bunu çox görürdüm TikTokda, sosial şəbəkələrdə bunu çox görürdüm. Ceyhun Hidayətlənin Əqrəb detektiv romanı. Bəyaz Şeytan kitabının müəllifidir. Bəyaz Şeytanı da almaq istirdim, amma Bəyaz Şeytan kitabının bir hissəsində bilirsiniz ki, belə qıfıl var. O qıfıl təəssüf ki, qırılmışdı. Təsəvvür edin, 11 manatdan 2 manata salmışdılar kitabı. Amma mən almadım. Yenə də almadım ki, o qıfıllı olanı istəyirəm. Elə əsas məsələ də odur ki, kodu tapıb qıfılı açasan da. Deməli, birinci bu kitabdan başlayaq. Dediyim kimi, detektiv əsərdir.
marağımda olan əsər idi. Sonunda aldım. Qiyməti 8 manat idi. Səhv eləmirəmsə bu 3 manata düşmüşdü. Yəni endirimli qiymətlərini elə də çox açıq deyim bilmədim də. Elə seçdim, gəldim kassaya. Hətta içində 2 dənə də əlfəcini var. Sonra bir dənə belə bir kitab götürdüm. Bu kitab əslində belə deyim, nə yazıcı haqqında, nə roman haqqında bir məlumatım yox idi. Amma gördüm ki, bu yazıcının kitablarını çox qoymuşlar. Başqa kitablar da var idi. Bunun qiyməti isə 5 manat 50 qəpikdən düşmüşdü 2 manat 30 qəpiyə. Deməli, John Maxwell Coetzee gənclik romanı. Nə bilim, orada belə baxanda biraz belə marağıma düşdü. Dedim bir alım baxım da necə kitabdır, bəlkə yaxşı olacaq. Digər əsərlərini də alıb oxuyacağam. İkinci kitab budur. Yəni bunun üstündə endirimli qiymətini yazmışdılar. Bunun üstündə amma yazılmayıbdı. Yadımda da deyil bunu neçəyə almışdım. Bu belə başa düşdüm ki, belə deyək də gənclikdən bəhs eləyəcək. Yəqin ki, gənc insanların həyatından bəhs eləyəcək. Oxuduqca görəcəm. Daha sonra bu kitabdan danışım. Boris Vian qəbrinizə tüpürməyə gələcəm. Biraz belə qəribədir, adı qəribədir. Hətta bunun filmi də var. Bu da filmdə iştirak edən aktyorlar da filmdən bir səhnədir. Kitabın üzünə qoyulubdur. Bunun qiyməti 5 manatdır, öz qiyməti 5 manatdır, amma dəqiq bilmirəm endirimli qiyməti neçə oldu. Sadəcə olaraq bir şey qəribimə gəldi ki, burada 12 üstü yazılıb. Burada da 15 üstü yazılıb. Yəni mən biraz bunu anlaya bilmədim ki, bu niyə belə, yəni ki, təzad var da, arada təzad var. Xırda bir kitabdır, balaca bir kitabdır. Cəmi neçə səhifədir? 144 səhifədir. Sadəcə olaraq belə içinə baxdım, bunun kimi də. Seçim etmək istədim, dedim qoy bir oxuyum görüm nədir. Həm də burada yazıcının həyatını oxudum. Burada yazıb ki, ictimai əxlaqı pozmaqda günahlandırılır. Sırf bu əsərə görə müəllif günahlandırılıb. Hətta ölümü də çox tez olubdu bu müəllifin. Maraqlı gəldi. Sırf bu sözə görə mənə maraqlı gəldi. Oxuyub bilmək istəyirəm ki, bu əsərdə nə var ki, yəni müəllif ictimai qınağa səbəb olub da, yəni ictimaiyyət onu qınayıbdır. Sonra bir dənə belə bir kitab aldım. Bunun qiyməti də 4 manat idi. Yenə deyirəm, endirimli qiymətini bilmədim. Təəssüf ki, bəzilərinə yapışdırmışlar, bəzilərinə yapışdırmamışlar. Qızıl Böcək belə bir kitabdır. Edgar Allan Poe. İçi də belə biraz belə fərqli üslubda yazılıb. Detektiv hekayələrdir. Burada 2 dənə hekayədir. Hər ikisi də detektiv formasındadır. Detektiv janrında yazılıbdır. Burada hətta belə bunlar elə mənim əsas marağımı çəkdi ki, burada belə nəsə işarələr, işarələrin açıqlamaları var. Yəni ki, bu baxımdan mənə biraz belə maraqlı gəldi. Kriptoqrafiyaya aid bir bəzi nüanslar gördüyüm üçün bunu da aldım. Və sonuncu buna gəlim. Son məktub Varisin əsəridir, öz həmyerlimizdir yəni. Yəqin ki, oxumusunuz, əsərlərini oxumusunuz. Mən Varisdən indiyənə qədər 2 əsər oxumuşam. Onları da çox-çox öncələr oxumuşam. Birini 11-ci sinifdə oxumuşam, birini də səhv eləmirəmsə 2-ci, 3-cü kursda oxumuşam. Bu aldığım 3-cü əsəridir, son məktub əsəridir. Artıq oxumağa başlamışam. Elə aldığım gündə oxumağa başladım qızlar. Mağazadan çıxdım, kitabım da yox idi yanımda. Mağazadan çıxdım və bu kitabı açdım, oxudum. Əslində bununla başlamaq istədim, amma başlamadım. Çünki bundan öncə Elxan Elatlıdan oxumuşdum, Xəyanət kitabını oxumuşdum. İstəmədim ki, detektiv hamısı ard-arda gəlsin. İndi bunu bitirəndən sonra böyük ehtimal ki, buna keçəcəm. Bundan sonra da buna keçəcəm. Amma bilmirəm, bəlkə buna da başlaya bilərəm. Nəysə qızlar, bunu elə avtobusdaca oxumağa başladım. Son məktub adlanır roman. Təsvirdə də yəqin ki, artıq başa düşdünüz ki, bir qadının həyatından bəhs eləyir. Hansı ki, Bakıda çox keşməkeşli həyat yolundan keçir və Azərbaycana, Bakıya küsərək İstanbula köçür. Burada da görürsünüz, təyyarə şəkli var. Biraz mənə nətər deyim, bir yaxınımın həyatını hardasa biraz xatırladır, düzdür. Onun elə bir çətin keşməkeşli həyatı olmayıb, amma o kəsdə, tanıdığım o kəsdə Bakını buraxıb İstanbula köçübdü, uzun illərdir orada yaşayır bir xanım. Biraz onun həyatını mənə xatırlatdı. Düzdür, burada İstanbuldan başlayan həyatından bəhs eləyir. Belə ki, burada bir çox ağrılar, acılar, sevgi zərbələri alır. Həbsxanada yatır, yəni qəhrəmanımız və həbsxanadan çıxandan sonra gedir İstanbula. İstanbulda günlərini danışa-danışa, çox da elə belə danışmaq istəmirəm. Bəlkə də alıb oxumaq istəyəniniz olar. Ona görə də çox da belə geniş danışmaq istəmirəm. Yəni İstanbulda artıq günlük həyatını danışarkən Bakıda olan hadisələri də orada danışır. Biraz təsvirlər çoxdur. Həm Bakı təsviri var, həm İstanbul təsviri var, amma şəxsən mənə bu tərz təsvirlər maraqlıdır qızlar. Məsəl üçün heç belə deyim də tanımadığım bir yerin təsvirini görəndə
mənə o qədər də maraqlı gəlmir. Məsəl üçün sizə deyim, bilirsiniz ki, rus ədəbiyyatında, rus klassikasında təsvirlərə çox geniş yer verilib. Mən oxumuşam, Dostoyevskidən oxumuşam bəzi əsərlər və o kitablar mənə çox da maraqlı gəlməyib, çünki təsvirlərə çox yer verilib. Ondan da əlavə, yəni o yerləri tanımadığım, bilmədiyim üçün o təsvirlər mənə o qədər də maraqlı gəlmir. Amma bu kitabdakı təsvirlər mənə maraqlı gəlir, çünki müasir dövrümüzü əhatə eləyir, 2013-cü illəri əhatə eləyir. Həm Bakı təsvirləri, həm İstanbul təsvirləri, hər ikisi də mənə tanışdır. İstəyir Bakıda olsun, məsəl üçün hansısa bir küçəni deyir, təbii ki, məşhur yerlərdən danışır da. Artıq təsəvvürümdə yaranır ki, hə, mən buralarda olmuşam, buralarda gəzmişəm və yaxud da İstanbulda hansısa bir meydandan danışır, hansısa bir yerdən danışır, orada da olmuşam, səfərdə olmuşam. Orada mənə maraqlı gəldiyi üçün, yəni belə deyim də, yəni tanış gəldiyi üçün maraqlı gəlir. Bu baxımdan yəni pis əsər deyil, oxunaqlı əsərdir, təsvirləri olmağına baxmayaraq, çox olmağına baxmayaraq, oxunaqlı əsərdir, yadda qalan əsərdir. Çox az bir qismi qalıbdır. İnşallah ki, yəqin ki, iki günə qutararam. Yəqin ki, 2 günə qutararam. Bu gün uzundur. Biraz da oxusam, bəlkə də sabaha bu kitabı bitirərəm. Bitirəndən sonra bunlardan birinə böyük ehtimal ki, buna keçəcəm. Bu da mənim kitabxanamın yeni sakinləridir. Kitablarımı qoydum bura. Deməli, qızlar, bu kitablar hamısı fransız dilindədir. Bu və bunlar. Bunlar dəftərdir, bura qoymuşam. Bu kitablar fransız dilindədir. Bunları da oxuyacağam inşallah. Bir dənə bu kitabım qalıbdır. Hansı ki 3 dəfə oxumağa çalışmışam, oxuya bilməmişəm. Yəni bəlkə də həyatımda yeganə kitabdır ki, mən bunu oxuyub yəqin ki, bitirə bilməyəcəm. Margaret Atwoodun Damızlıq qızın öyküsü. Həm türkçədir, biraz çətin gəlir mənə, həm də ümumiyyətlə süjet xətti. Bəyənmədim, oxuya bilməmişəm. Bəlkə də nə vaxtsa oxuyaram. Yəni sırada bunları oxuyacağam inşallah. Artıq bu sıranı da doldurmağa başlamışam yavaş-yavaş. Yəqin ki, buralar da dola-dola gedəcək. Bir də özümə belə bir gündəlik almışam. Bu gündəlik nədir? Mənim il ərzində oxuduğum kitablardır. Mart ayında hansını oxumuşam, fevralda hansını oxumuşam və onlar haqqında fikirlərimdir. Bu kitabı da elə bil hər təzə kitab oxuduqca yazıb qeyd edirəm bu dəftərçədə. Maraqlı gəldi, aldım. İlin sonunda müqayisə eləyəcəm, görüm nə qədər kitab oxumuşam, nə etmişəm. Bunlar məsəl üçün bu il ərzində oxuduğum kitablardır. Bunlar hamısı bu il ərzində oxuduğum kitablardır. Paltarlarım var idi, onları da qatlamışdım. Dünən yumuşdum, həm qaraları, həm ağları. Uğurun məktəb çantasını da yumuşdum. Çantası belə ümumi götürəndə yaxşı qalıb. Bir dənə burasında biraz belə sökülmə var. Onu yəqin ki, gələnlə düzəltdirərəm bu hissəsini belə. Buranı da tikdirib təzədən möhkəmləndirərəm, amma belə yaxşı qalıb. Yəni çantası, ona görə də yəqin ki, sentyabrda Uğura çanta almayacağam. Böyük ehtimal ki, Mehrinə də almayacağam. Amma qalan şeylər alınasıdır. Qızlar, gəldim mətbəxə. Dediyim kimi bu günlərim yalançı tort hazırlayacağam. Demişdim, peçenyelərimiz var. Bu qəşəng peçenye də əslində, yəni Rusiyan peçenyesidir. Sadəcə olaraq setkada qalıb çox əzilibdir belə. Yəni ki, nə süfrəyə qoyulasıdır, nə də yeyiləsidir də. Bunu mütləq şəkildə nə ilənsə dəyərləndirmək lazımdır. Deməli, peçenyələrim odur. Amma istənilən peçenyədən eləmək olar. Hətta taxta peçenyədən belə eləyirlər. 2 dənə belə qaymaq almışam. Dünənlərim Bravodan aldım. Bunun biri 1 manat 19 qəpik idi. Səhv etmirəmsə, endirimli qiymət idi, endirimə düşmüşdü. Bir dənə belə balaca bir bananım var idi, onu da qatacağım içinə, tam olsun. Bir də skuşonka. Deməli, bunları indi mikserlə çalacağım. Kremə banan əlavə eləyəcəm, daha sonra isə üstündən peçenyeləri əlavə eləyib, sonra da forma verəcəm. Deməli, qızlar, qaymağı, skuşonkanı bir yerdə mikserlə qarışdırdım. Daha sonra içinə bananı xırdaladım, tökdüm. Daha sonra yenə də mikserlə qarışdırdım və peçenyeləri əlavə etdim. Peçenyeləri biraz az gəldi, çünki biraz duru alınmışdı krem. Gətirdim, taxta peçenyeləri idi. Onları da əzdim, tökdüm və ən sonunda da içinə belə 4-5 dənə çiyələyi belə xırdaladım. Ara sıra belə bananla çiyələyin dadı mənim xoşuma gəlir, yaxşı olur. İndi bunu qarışdırıb düşünürəm ki, qəlibəmi töküm, yoxsa nətər eləyim, hələ onu fikirləşirəm. Qızlar, belə bir qəlibim var. Kərpiç formasında keksləri pişirmək üçün. Onun belə içinə pingvin kloku belə kəsdim. Lap belə dibinə isə evdə belə kekslər var. Ondan ikisini, üçünü oxalayıb tökəcəm. Kakaolu kekslərdir. Üzərindən isə bu qarışımı tökəcəm bura qədər. Və üzərini bağlayacağım, qoyacağım buzluğa. Bir hardasa 4-5 saat qalsın, özünü tutsun. Ondan sonra artıq kəsib yemək olar. Keksləri oxalayıb tökdüm qızlar belə. İndi də qarışımı tökəcəm içinə və hazır olacaq. Belə qızlar, yalançı tortum hazırdır. Üstünü belə örtüm, çox çıxdı. Mən dedim, bəlkə də belə axıra qədər dolmaz. Amma doldu, əməli başlı dolubdu. Dadına da baxdım, yüngülvari. Dadı da yaxşıdır. İndi biraz özünü tutsun. Özünü tutandan sonra kəsib servis eləmək olar. Qızlar, tortu hazırlayıb soyuducuya qoydum. Ondan sonra qalxdım yuxarı.
Biraz dincəldim, 1-2 səhifə kitab oxudum. Uşaqlar da bu arada yoldaşımın dayısı gilə getdilər. Onlar bizə yaxın yaşayırlar. Elə buradan baxanda evləri də görünür bu evdir. Yəni eyni küçədəyik də. Uşaqlar ora getdilər. Mən də dediyim kimi qalxdım yuxarı, 1-2 səhifə kitab oxudum. Qabı qaşığı yudum birinci. Tortdan çıxan qabı qaşığı. Qalxdım yuxarı, 1-2 səhifə kitab oxudum. Ondan sonra elə bil ki, mənim bütün həvəsim öldü işə qarşı. Hətta paltarları belə yerləşdirməmişəm. Yəni qatlanmışdı, amma yerləşdirməmişəm. İndi bunları keçirtdim otağa ki, yerləşdirim. Paltarlar var ütülənəsi, bayaq da dedim. Amma onları belə ütüləməyə artıq halım əhvalım qalmayıb. İndi biraz da gözləyim, görüm həvəs yaranarsa durub eləyəcəm. Bunlar da qızlar Mehrin yarışına görə aldığım pomponlardır. Artıq yarışa çıxmadı deyə uşaqlar açıb özləri belə istifadə elədilər. Yəni biraz həvəslərini alsınlar, onsuz da atacam getsin. Yəni artıq istifadə olunmadı da boş-boşundan alındı. Onları da hələlik qoymuşam bura, elə belə. Bu paltarları yerləşdirəcəm dolablara. Biz hələ alış-verişimizi etməmişik, paltarlar almamışıq uşaqlara. Hətta qızlar, burada bəzi işlər var, onları görmək istəyirəm. Məsəl üçün düşünürəm ki, bu qışlıqlar, qışlıq payızlıq paltarlar artıq hamısını yumuşam, hamısı tərtəmizdir. Qaldırmışam da, yəni dolablara yerləşdirmişəm. Amma bir şey var ki, düşünürəm ki, bunları ümumiyyətlə belə paketlərə qoyum. Buradan belə yığım ki, buralar boşalsın, bura paltarlar yığım. Nə mənada paltarlar yığım? Məsəl üçün deyirəm ki, bura yay paltarlarını yığaram. Bu hissədə isə qarışıqdır. Həm yay paltarları var, həm qış paltarları var Mehrinin. Bunları yəni deyirəm ayıraram. Eyb yoxdur. Yəni kurtkaları asmasam da, ən azından qışlıq belə paltarları, şalvarları, koftaları asılı vəziyyətdə qalar. Digər dolaba isə yaylıqları yığaram. Amma dediyim kimi qızlar, heç həvəsim yoxdur. Bugün yəni bu işləri də görmək istəyirdim. Uğrunda dolabında biraz qarışıqlıq var. Burada məsəl üçün qışlıqdır. Yaylığı da asmışam. Bura yaylıq paltarları. Burada da belə qarışıqdır. Kurtka da buradadır. Yay paltarları da buradadır. Yəni ki, belə qarma-qarışıqlıq var biraz. Amma əslində yəni hamısı öz yerindədir də. Nəyə əlimə atıram? Hamısını tapıram. Uzaqbaşı düşünürəm ki, kurtkaların yerini dəyişərəm. Burada da uşaqların paltarlarıdır. Bunların hamısını yerləşdirim yerinə. Yəni alış-verişimizi eləməmişik deyə. Uşaqların dolabları belə seyrəkdir. Bu da şalvardır. Yəni nazik şalvardır qızlar. Hələ ki götürmürəm. Keçən almışdım. Əslində yay şalvardır, amma evdə geyindirmirəm də. Amma hava məsəl üçün bugün belə küləkli idi. Yəni bugün belə küləkli idi. Ona görə bəzi paltarlar var ki, heç onları hələ ki götürmək fikrim yoxdur. Günorta yeməyini yedim qızlar. Tək yedim çünki uşaqlar hələ evdə deyillər, ordadılar. Onlar elə bil gəlirlər, həftə sonları gəlirlər daha çox. Daha sonra şəhərə qayıdırlar. Bugün axşam qayıdacaqlar. Ona görə bugünü demək olar ki, uşaqlar orada keçirdilər. Yeməyimi yedim. Daha sonra keçdim biraz dedim televizora baxım. Televizora deyəndə də ki, onsuz da televizorda da YouTube-a baxırıq da. Mən keçən vloqda da göstərmişdim. Bu Tuğba Caner türklərdə bir kanal var. Yəni ailədilər də. Həyat yoldaşları hər ikisi işlədirlər bu kanalı. Mən bunları serial kimi izləyirəm qızlar. Bildiyiniz serial kimi. Yəni ki, hər vloqlarına baxıram belə. İndi də özümə meyvə qabı belə hazırladım. Sərin. Açdım YouTube-u, onlara baxıram. Ütülənəcək paltarları ütülədim. Özümüzünkilər də var idi. Onları yerləşdirdim artıq. Uşaqlarınkini də yerləşdirim. Elə də çox deyil idi paltarlarım, şükür. Çox yığmamışdım. Bugünlük demək olar ki, işlərimi yekunlaşdırdım artıq. Bu arada qızlar Mehrinin bu təzə paltarını göstərim sizə. Artıq 2 dəfə geyinibdi, düzdür. İstifadə edib də, yəni deməli belə bir koftadır. Belə tutum, tam görsənsin. Bir də belə bir rozva cins şortikdir. Əslində birinci şortiki gördüm. Dedim bu şortiki mütləq almalıyam. Koftada nəsə tapıb ona uyğunlaşdıraram. Bu cürlə bir kofta ilə uyğunlaşdırdım. Getdiyi kursdan piknikə getmişdilər, parka getmişdilər. Onu da giymişdi. Sonra da bibisi oğlunu son zənginə geyindirib ondan göndərmişdim. Belə paltarları qutardım. Elə də çox deyil idi dediyim kimi. Bugünlük demək olar ki, ev işlərini yekunlaşdırmışam qızlar. Elə bir işim yoxdur. Bir dənə nə qaldı? Bir dənə qaldı ki, sabaha işə hazırlaşmaq məsələsi. Artıq qızlar əvvəlki belə deyim də güclü rejimdən çıxmışam. Nə mənada güclü rejimdən çıxmışam. Əvvəl məsəl üçün səhər dururdum.
uşaqları da hazırlamaq məcburiyyətində qalırdım. Çünki Uğur məktəbə gedirdi, təbii ki, özümüzlə aparırdıq, o heç. Mehrin də saat 9-da kursda olmalı idi. Yəni biz çıxırdıq, bizdən bir 40 dəqiqə sonra sürücü gəlib onu götürürdü. Mən onu hazırlayırdım. Yəni durğuzurdum, əynini geyindirirdim, yedizdirirdim, içizdirirdim. Hazır vəziyyətdə qoyurdum. Bir də nənəsi durub sürücüyə təhvil verirdi. İndi Mehrinin kursu yoxdur. Yalnız həftənin 1-ci, 3-cü, 5-ci günləri səhər saat 10-dan 11-ə qədər gimnastikada olur. Hələ ki Uğuru da bir dərnəyə falan yazdırmamışıq. Düzdür, özü basketbola istəyir. İndi onu araşdırırıq ki, basketbola yazdıraq. Daha sonra bir də Uğuru riyaziyyatdan və rus dilindən hazırlığa qoymaq istəyirəm. 5-ci sinifi təkrar elətdirmək istəyirəm. Onsuz da özünə də demişəm ki, Uğur məktəbin qurtarmağı o demək deyil ki, oxumaq qurtardı. Çünki bu il həqiqətən də Uğurun qiymətləri çox-çox aşağı düşdü. Keçən ilə nəzərən çox aşağı düşdü. Bəlkə də məktəbinə dəyişməyimizlə əlaqədar oldu. Mən biraz onu da boş buraxdım. Nə mənə də boş buraxdım qızlar. Yəni dedim bu adaptasiya dövrünü keçirsin, ondan sonra ciddi şəkildə üstünə düşərəm. Yəni riyaziyyatdan düşünün ki, çox qiyməti 3 oldu. 1-2 dənə 4 aldı. Rus dilindən məsələn üçün həmişə 4-5 alan uşaq düşdü 3-4-ə. Böyük əksəriyyət qiymətləri KSG-lərdə demək olar ki 3 oldu. BSG-lərdə də qiymətləri yaxşı olmadı. Çox təəssüf. Ona görə demişəm ki, Uğur, yəni yay tətili olmağına baxma. Yəni ki, hələ ki məcbur oxuyacaqsan. İndi bir müəllim tapmışam, onunla danışacağam. Yəni rejimim belə deyim, günlük rejimim biraz yüngülləşib də qızlar. Əvvəl çox yəni qaçaqova düşürdüm, səhərlər dururdum, özümün hazırlaşmağım, uşaqların hazırlaşmağı, yəni yoldaşım da məndən barabar, yəni bir yerdə çıxırıq. Yəni hamımız dəyərdik bir-birimizə də, uşaqlar da yuxusuz qalırdılar. İndi yüngülləşmişik. İnşallah ki, növbəti həftələrdən artıq dediyim kimi Uğuru idmana yazdıracağam, daha sonra hazırlığa. Sonra ingilis dili hazırlığı da başlayacaq. Bir müddətlik ingilis dili hazırlığı da dayanıbdı. Bütün yayı göndərmək fikrim var. Çünki hələ ki yayda harasa gedəcək, getməyəcək, o da bəlli deyil. Mehrini isə rəssamlığa yazdırmaq istəyirəm, bir də kursa göndərmək istəyirəm. Yəni dərs kimi də məşğul olmağa. Hələ ki planımızda budur. İndi görək belə deyək də davamı necə gələcək. Bu arada qızlar həyətimizi də göstərim. Əslində həyətdən düşüb sizə bu gilas ağaclarımızı falan göstərmək istəyirəm. Buradan yaxınlaşdıranda da görsənmir. Orada ağ gilaslarımız çıxıb, lap məhəllənin axırında öküz ürəyi gilaslarımız çıxıb, sonra tutumuz çox qəşəng gətiribdi. Bütün meyvələrimiz demək olar ki, gətiribdi, yaxşı gətirib, amma quruyan ağaclarımız da var, yəqin ki görürsünüz. Sadəcə olaraq o qədər otluqdur ki, yəni girmək olmur. Bir cığırdır, açmışıq biraz tuta doğru, biraz gilasa doğru. Qalan hamısı təmizlənməlidir. Yoldaşım bu il özü təmizləyə bilmədi. İndi görək, adam danışıb təmizlətməlidir. Tortu çıxartdım. İndi doğrayıb uşaqlara verəcəm. Görək necə çıxıb. Üstü falan çox səliqəli çıxıbdı. Qəşəng görsənir. Yəni görünüş olaraq qəşəng. Tort dadlıdır. Xoşuna gəldi ya Əsma? Görsən bibi qəşəng tort bişiribdi. Sənin də xoşuna gəldi Mehri? Hə, yeyin çay için Qaqagil gəlsin, onlara da verəcəm. Ayca. Hə, qarpız biraz isinsin verərəm. Yaxşı, doğrayaram, isinsin verərəm. Biraz keçəndə biz Hadisən də küçə doğru gələrdik. Yaxşı, skuter sürüb gələrsiz. Yaxşı. Xoşuna gəldi Əsmuş? Hə, tez-tez gəl bizə tort bişirim sənə.